Salam, xoş gördük hər birinizi. Bugündən etibarən kanalımızda riyaziyyat və məntiqdən test tapşırıqlarının izahına başlayırıq. Kanalımıza abunə olaraq və videolarımızı bəyənərək bizə dəstək ola bilərsiniz. İlk izahımız olacaq Güvən nəşrlərinin 5-ci siniflər üçün olan riyaziyyat vəsait və tapşırıqlar toplusundan. Natural ədədlər və onlar üzərində əməllər, mövqeyli və mövqeysiz say sistemləri. Test 1. Birinci sual. Verilmiş ədədlərin kiçikdən böyüyə doğru düzülüşü aşağıdakılardan hansıdır? Əvvəlcə verilmiş ədədləri Roman say sistemindən onluq say sisteminə çevirməliyik. Biz bilməliyik ki, Roman say sistemində verilmiş ədəddə əgər rəqəmlər soldan sağa doğru böyükdən kiçiyə yazılıbsa, bu zaman toplanılır. Əgər kiçik rəqəm böyük rəqəmdən əvvəl gəlibsə, bu zaman çıxılır. Bərabərdir. Bu rəqəm 10-u göstərir, bu 5-i göstərir, bu isə 1-i. Gördüyünüz kimi soldan sağa, böyükdən kiçiyə doğru sıralama var. Yəni hər biri toplanmalıdır. 10 üstə gəl 5, 15, üstə gəl 1, 16. İkinci ədədimiz bu formada yazılıb. Bunların hər biri 10'dur. Ona görə də toplanır və nəticə 20. Sonuncu ədədə baxaq. Bu formada yazılıb. Baxın, bu 10'dur, bu 1'dir, bu isə 5'dir. Gördüyünüz kimi burada kiçik rəqəm böyük rəqəmdən əvvəl gəlib. Yəni orada çıxma olmalıdır. Əvvəlcə 5-dən 1'i çıxırıq, etdi 4. 10 üstə gəl 4, 14. Bizə sualda deyir ki, kiçikdən böyüyə doğru düzülüş, yəni 14, 16, 20. Cavab C variantı. İkinci sual. Rum rəqəmləri ilə verilmiş ədədi onluq say sistemində yazın. Bu ədədi onluq say sisteminə çevirmək üçün yenə də rəqəmlərinə baxırıq. Bu 10'dur, 50 isə 50'dir. Gördüyünüz kimi kiçik rəqəm böyük rəqəmdən əvvəl yazılıb, yəni çıxma olmalıdır. 50 çıxılsın, 10 bərabərdir 40. Cavab D variantı. Üçüncü sual. Rum rəqəmləri ilə verilmiş ədədi onluq say sistemində yazın. Verilmiş ədəd bu formada yazılıb. Əvvəlcə ədəddəki rəqəmlərə baxaq. L 50'dir, bu 1'dir, bu isə 10'dur. Gördüyünüz kimi yenə bir rəqəmi 10 rəqəmindən öncə yazılıb, yəni çıxma olmalıdır. 10 çıx 1, 9, 50 üstə gəl 9, 59. Cavab oldu C variantı. Dördüncü sual. Rum rəqəmi ilə verilmiş ədədi onluq say sistemində yazın. Verilmiş ədəd bu formada yazılıb. Rəqəmlərin onluq say sistemindəki qarşılığını yazaq. 10, 100, 5 və 1. Gördüyünüz kimi burada yenə sıralama pozulub. Kiçik rəqəm böyük rəqəmdən əvvəl gəlib. Yəni çıxma olmalıdır. 100 çıxılsın 10, 90. 90 üstə gəl 5, 95 üstə gəl 1, 96. Cavab D variantı. 5-ci sual. Rum rəqəmi ilə verilmiş ədədi onluq say sistemində yazın. Bildiyiniz kimi bu 100'dür, bu isə 500'dür. Yenə kiçik rəqəm böyük rəqəmdən əvvəl gəlib, yəni çıxma olacaq. 500 çıxılsın 100 edir 400. Cavab C variantı. 6-cı sual. Rum rəqəmləri ilə verilmiş ədədi onluq say sistemində yazın. Bu 100'dür, bu 50'dir, bu 1'dir, bu isə 5'dir. Gördüyünüz kimi burada 1 5'dən əvvəl yazılıb, yəni çıxma olacaq. Qalan hamısı toplanacaq. 5 çıx 1, 4 eləyir. Bunu yazıram. 100 üstə gəl 50, 150, üstə gəl 4, 154. Cavab C variantı. 7-ci sual. Rum rəqəmləri ilə verilmiş ədədi onluq say sistemində yazın.
Verilmiş ədəd bu formada yazılıb. Yenə 100, 10 və 50. Gördüyünüz kimi burada 10 50-dən əvvəl yazılıb. Yəni çıxılacaq. 50 çıxılsın 10 40, 100 üstə gəl 40, 140. Cavab oldu D variantı. 8. Rum rəqəmləri ilə verilmiş ədədi onluq say sistemində yazın. Yenə rəqəmlərin altında onluq say sistemindəki qarşılığını qeyd edəcəm. 10, 100, 1 və 10. Gördüyünüz kimi hər ikisində kiçik rəqəm, böyük rəqəm, kiçik rəqəm, böyük rəqəm var. Yəni hər iki halda çıxma olacaq. Daha sonra nəticələr toplanacaq. 100 çıxılsın 10, 90. 10 çıxılsın 1, 9. 90 üstə gəl 9 edir 99. Cavab D variantı. 9-cu sual. Rum rəqəmləri ilə verilmiş ədədi onluq say sistemində yazın. Yenə eyni qayda ilə həll edirik. 10, 5, 1, 1. Böyükdən kiçiyə doğru yazılıb. Hər birini toplayacağım. 10 üstə gəl 5, 15 üstə gəl 1. 16 o da 1, 17. Cavab B variantı. 10-cu sual. Rəqəmlərin hərəsindən bir dəfə istifadə edərək yazıla bilən ən kiçik ədəd hansıdır? Verilmiş rəqəmlər bunlardır. Burada biz nəyi bilməliyik? Bizdən ən kiçik ədəd istəyir. Əgər ən böyük istəsəydi, biz böyükdən kiçiyə doğru sıralayacaqdıq. Soldan sağa və hər biri toplanacaqdı. Amma ən kiçik istədiyinə görə biz çalışmalıyıq ki, çıxma əməli olsun. Amma bir şeyə diqqət edək. Biz 5 rəqəmini ondan əvvəl yaza bilmərik. Çünki qayda olaraq 5, 50 bu rəqəmlər özlərindən böyük rəqəmdən əvvəl yazıla bilməz. Ona görə də biz 1 rəqəmini qoymalıyıq 5 rəqəmindən əvvələ. Bu zaman belə olacaq yazılır. 10, 1 və 5. 5 çıxılsın 1, 4 edir. 10 üstə gəl 4, 14. Yəni yaza biləcəyimiz ən kiçik ədəd budur. Cavab D variantı. Test 1-in suallarını bitirdik. Test 2-nin və kitabdakı digər test tapşırıqlarının izahlarını növbəti videolarda paylaşacağım. İzlədiyiniz üçün təşəkkür edirəm. Suallarınız və yaxud da irad və təklifləriniz varsa, rəy bölməsində qeyd edə bilərsiniz.